Herkese YouTube kanalımdan salamlar. Necəsiz? Necəsən? Yaxşı, siz necəsiz? Yaxşıyam. Necə gedir tapşırıqlar? Necə keçib günümüz? Səni sevirəmdən istifadə etmişik. Səni sevirəmdən bəli istifadə etmişəm. Necə Amma idi? yaxşı idi, xoşuma gəldi. Deyə bildiniz 100 dəfə. Tamına 100 dəfə demədim. Hı. Amma deyəndə yəni qəribsəmirdim də, mənasız bir şey kimi görmürdüm. Bəs siz necə? 100 dəfə səni sevirəm deyə bilmisiniz özünüzə? Bu səni sevirəm sözünə özünüzə layiq bilmisiniz? Kaş ki onlarla danışa bilərdik. Kaş ki hər kəsə səsimiz yetərdi və hər kəsin cavabını ala bilərdik. Bugün 3-cü günümüzdür və bugün biraz duyğusallıqdan yana gedəcəyik. Çünki uşaqlığımızdan danışacağıq. Uşaqlığımıza endiyimiz zaman, qorxularımızdan danışdığımız zaman nə hiss edərik? Uşaqlığımız deyəndə nəyi xatırlayırıq məsələn? Uşaqlığımız deyəndə qəribəsi budur ki, mən heç nə xatırlamıram. Tamam, görəsən başqa bir insanı dəvət etsən bura, uşaqlığı ilə bağlı nə xatırlayardın? Daha çox entrika, kaos. Daha çox xatırladığımız nə olur? Yaşanmışlıqlarımız, bəzən yaşaya bilmədiklərimiz, bəzən kaşkilərimiz, bəzən sevgisizliklərimiz, bəzən erkən yaşda daha doğrusu itirdiyimiz o duyğular, bəlkə valideyn sevgisizliyi, varkən yox olmaq bir valideynin və yaxud da yoxkən yox olmaq. Bu biraz duyğusallıq məsələsidir. Mən bugün özüm də o moddayam əslində. Biraz da proqrama hazırlaşanda düşündüm ki, bugün 3-cü gündür və öz uşaqlığım daha çox xatırlandı. Gözümün önünə bəzi kadrlar gəldi və inanıram ki, siz də izləyəndə bu duyğuları yenidən yaşayacaqsınız. Amma bugün özündə tapşırıqlar olacaq. Çünki biz uşaqlığımızı bərpa eləməsək, o kaşkilərimizi bərpa eləməsək, yaxşı kilərimizi yarada bilmərik. Mən hər zaman belə bir inancda olmuşam ki, kaş ki bərpa olunan kimi yaxşı ki gəlir həyatıma. Kaşı artıq şəfalandırdığım zaman, oranı bağladığım zaman yeni bir səhifə açılır önümdə və biraz uşaqlığımıza baxdığımız zaman düşünürəm ki, yaşanmalı olan çox şeylər var. Bəlkə də izləyicilərimizin arasında mən deməyim ki, hamı natamamdır. İzləyicilərimizin arasında hətta uşaqlığı çox yaxşı keçirə bilən insanlar var. Uşaqlığını xatırladığı zaman çox gözəl, möhtəşəm duyğular paylaşa bilən də insanlar da var. Bu necə gözəl bir duyğudur əslində ki, uşaqlığını xatırlayanda ilk xatırladığın nə olur? Əgər xoşbəxt bir anlar varsa, ilk xatırladığın, uşaqlıq deyəndə ağlına ilk yaxşı şeylər gəlirsə, deməli sənin ruhun hələ də cavan qalıb deməkdir. Amma yox, desən ki, valideyn dava-dalaşları, tərk edilmələr, yaşanmışlıqlar, sevgisizliklər, başımızın oxşanmaması, bir uşağın valideynlə olan travmaları, qorxuları yada düşürsə, o zaman burada biraz işləmək lazımdır. Bu mövzunu işləmək lazımdır. Gəl elə buradan başlayaq. Uşaqlığımızla bağlı ilk gözümüzü yumub nəfəs aldığımız zaman ilk hansı kadr gözümün önünə gəlir? Birlikdə eləyək. Edək. Onurğamız dik şəkildə əyləşirik. Ayaqlarımız yerə tam şəkildə basılı olmalıdır amma. Bu bir texnikadır. Sadəcə bir kadr gözümüzün önündən keçməyəcək. Eyni zamanda o qoxunu hiss etməliyik, o hissi hiss etməliyik. Bir neçə saniyəlik əlimizdə işimiz varsa, onu kənara qoyaq. Burnumuzdan dərindən nəfəs alırıq. Ağzımızdan nəfəsimizi yavaş-yavaş veririk. Uşaqlığınla bağlı ilk hansı kadr gözünün önündən keçir? Ora sənin nəyi xatırladır? Necə bir uşaqlığının olduğunu xatırlayırsan? Oranın qoxusu necə bir qoxudur?
Əşyalara toxunduğun zaman necə əşyalara toxunursan? Ətrafda nələr var? Özünü necə hiss edirsən o an? Uşaq səni gördüyün zaman necə bir sən gözünün qarşısındadır? Necə bir uşaqlıq gözünün qarşısındadır? Oynayırmı? Xoşbəxtmi? Yoxsa qəmgindirmi? Əgər uşaqlığın qəmgindirsə, o zaman uşaqlığın səndən küsüb deməkdir. İçindəki uşağı yaşatmırsan deməkdir. İçindəki uşaq xoşbəxt deyil, mutsuzdur. Yaxınlaş ona və mən gəldim de. Mən sənin yanındayam. Mən səni xatırlayıram. Mən səni içimdə yaşatmaq üçün yenidən gəldim. Ola bilər ki, həyatımda müəyyən travmalar almışam, problemlər başıma gəlib, ona görə səni unutmuşam. Amma bugündən sonra sənə söz verirəm ki, mən səni artıq unutmayacağam. Əlini ver ona, eyni göz hizasında dur. Gözünün içinə bax. Onu xoşbəxt etmək üçün nələr edərsən? Sənin içindəki uşağının xoşbəxt olması üçün nəyə ehtiyacı var? Sən ona nələr versən, o çox xoşbəxt olar. Bunları biraz düşün. Və onu qucaqla. Onunla bütünləş. Və əlindən tutaraq indiki zamana gəl. Dərin nəfəs al. Nəfəsini ver. Özünü hazır hiss edəndə gözünü aç. Necə bir uşaqlıq idi? Necə bir an idi? Əgər bu uşaqlıq bizə xoş gəlirsə, burada hər hansısa bir problem axtarmağımıza ehtiyac yoxdur. Yox, əgər qəmgin uşaq gördüksə, əgər bu uşaq bizdən küsmüşdüsə, o zaman deməli içimizdəki o uşağın dinləməyin, o uşağı yenidən yaşatmağın vaxtı gəlib deməkdir. Hər gün onun üçün onu xoşbəxt edəcək nələrsə etməliyik. Bir rəngli balonlarımı sevir, onu almalıyıq. Əgər bir çiçəkmi sevir, onu özümüzə almalıyıq. Hansısa bir aksesuarımı ona bağışlasaz, xoşbəxt olar. Və yaxud ona sevgi versəzmi, xoşbəxt olar. Harasa tək getsəz, alış-veriş etsəz, sevdiyi bir yeməyi alsa, sevdiyi bir qoxunu hiss etsə, bunlarımı istəyir sizdən. Bunların hər birini biz ona verəcəyik, o uşaqlığa verəcəyik. Və bugün birinci tapşırığımız elə bu olacaq. Çünki biz içimizdəki uşaqlığı yaşatmasaq, onu xoşbəxt etməsək, kimsə bizi gəlib xoşbəxt etməsini anlaya bilmərik. Həqiqətən bizi sevirmi, sevmirmi? Bizə nə dərəcədə güvənir, güvənmir. Mən insanlara nə dərəcədə güvənirəm. Bunların hər biri əslində içimizdə özümüzlə barışıq olmamağımızın əlamətidir. Əgər bir insan sevgini açıq-aşkar özü ilə bunu yaşaya bilmirsə və üzləşə bilmirsə, o zaman ona sevgi göstərən insanlar da şübhə içərisində olacaq. Məsələn, belə bir anın olub ki, səni çox sevirəm deyilən bir insan, yəni bunu sənə deyib ki, səni çox sevirəm və sən onun sevgisinə şübhə duymusan. Diqqət etməmişəm əslində. Bəlkə də düşünmüşəm, amma diqqət etməmişəm. Dilə gətirməmsən, çünki üzləşmək istəməmsən bəlkə də. Səni çox sevirəm deyən insan məni niyə sevir? Niyə bu dərəcədə çox sevir? O çox sevdiyinin altında nələrsə axtarmısan indiyə qədər? Və yaxud da onun səndən getməsindən şübhə duymusan ki, birdən gedər. Çox sevirəm deməklə deyil ki.
Getməsindən deyil də, yəni belə bir şey var ki, itirməkdən qorxmuram. Bundan əminəm. Hı hı. Yəni durumu qəbul edirəm ki, ola bilər də, yəni hamının həyatına bir o deyirlər ya, elə bil ki, sanki nəyisə öyrətmək üçün gəlir, gedir. Onu dərk etmişəm deyə o qədər də təsir etmir bu. Amma misal üçün indi ağlıma gəldi ki, hərdən olur ki, misal üçün də çox istəyirəm, sevirəm deyəndə həqiqətənmi sevir görəsən deyə sual yaranır. Hı hı. Yəni belə bir söz var da, deyir ki, sadəcə dildə deyil, davranışda göstərmək lazımdır. Artıq davranışda bu şeyi hiss etməyəndə, yəni istər-istəməz o düşüncə yaranır. Hı hı. Bəs niyə özümüzdə sorğulamırıq ki? Niyə anamız bizi daha çox sevir, amma başqa bir insan sevmir? Amma baxdığımız zaman anamız belə bəzən bizi üzür, anamız belə bizi tərk edir, gedir və yaxud onun sevgisizliyindən böyüdülürük. Böyüyürük, daha sonra o sevgini başqa insanlarda axtarırıq və elə ilk qırıldığımız an qaydanda əslində uşaqkən sevgi görmədiyimizə görə artıq başqalarının da səni sevirəm deməsinə bəzən şübhə duyuruq və bununla kifayətlənmir. Bayaqki texnikanı etdiyimiz zaman daha çox hansı duyğunu keçirdik? Bunu dəftərimizə yazmalıyıq. Dəftərimizə nə üçün yazırıq bunu? Çünki duyğularımızı birinci növbədə aşkar etməyimiz üçün yazmasaq onu görə bilmərik və görmədiyimiz zaman biz artıq onun tam şəkildə kökünə çata bilmirik. Bunun üçün texnikanı edirik, daha sonra gündəliyi yenidən yazırıq və ikinci tapşırığımız bu olacaq ki, həyatda nəyə layiqsiz? Necə bir yaşayışa layiqsən? Necə bir həyata layiqsən? Yeniyetməlik dövründə, uşaqlıq dövründə səndən nəyi alıblar? Sənə nəyi icazə verməyiblər? Hansı duyğularını yarım yaşamısan? Və bəzən olur ki, sən ağılsızsan, bir şey də bacarmadın, dur get otağını yığışdır, bir şey də bacar, uşağı büyür dalınca yüyür. Yəni bu kimi ifadələr artıq uşağın beynində belə bir kodlama yaradır ki, mən əgər nəyisə edərəmsə kimsə məni sevər. Mən əgər yerimi yığmasam, anam məni sevməyəcək. Və yaxud mən onun dediyi hər hansısa bir işi görməmişəmsə, o məni dəyərləndirməyəcək, məni sevməyəcək. Və buna görə biz artıq başqalarına yarınmağa çalışırıq. Başqalarına fədakarlıq etməyə çalışırıq. Özümüz olmaqdan çıxaraq, başqasının bizdən hansı davranışı sərgiləməyimizi istəyirsə, o davranışı sərgiləyirik. Bəzən sevgi münasibətlərimizə baxaq. Burada belə görürük ki, sən bu cür geyinəcəksən, bura gedəcəksən, bura getməyəcəksən, bu cür davranacaqsan. Və biz əgər onun kimi davranmasaq, onun dediyi kimi davranmasaq, o insan bizi tərk edib gedəcək. Sevgi budur, səncə? Sevgi bir insanı dəyişdirərək, qəlibləşdirərək, don geyindirərək, sən bu donu geyin və burada da dur deyərəkmi sevilir? Xeyr. Bir insanın səhvi ilə, düzü ilə sevmirsənsə və bir insan öz evində rahatlıq tapmırsa, sən evində rahat geyimdə geyinə bilərsən, pejama ilə də gəzmək istəyirsənsə gəzə bilərsən, saçın dağınıq halda da gəzə bilərsən, makiyajsız da gəzə bilərsən. Amma bunu təsəvvür et ki, sənin yanında olan bir insan qısıtlayır. Hər gün makiyajda olmalısan, hər gün geyinməlisən. Təbii ki, bu məcaz mənadadır və onun dediyi kimi olmadığı müddətcə sən sevilməyəcəksən. Və biz nə vaxta qədər özümüzdən uzaqlaşacağıq, nə vaxta qədər öz içimizdəki bizi yaşatmayacağıq, özümüz istədiyimiz kimi davranmırıq, özümüz yemək istədiyimiz şeyləri yemirik, getmək istədiyimiz yerlərə getmirik. Niyə? Çünki mən sevilməyəcəm. Və biz bu sevginin acizi olduğumuz zaman özümüzdən uzaqlaşırıq. 40-lı, 45-li yaşlara gələndə, geri dönüb baxanda özümüz üçün heç nə etmədiyimizin fərqindəyik. Daima başqaları ilə yaşamışıq. Başqa insanların dedikləri ilə onlara yarınmaq üçün fədakarlıq etmişik və özümüz olmaqdan çıxdığımız üçün bu gün daha çox özümüzü depressiv hiss edirik. Bəli. Bugün çox duyğusalsan və bugün susmusan. Mən Bugün özüm sual verib özüm cavab verirəm. Və məsələn bir şeydə toxunaq ki, mən özümdən tamam çıxıram, amma bu mənə nəyi verir? Mən bir münasibətdə nəyi öyrənirəm? Əslində bu münasibətləri yaşadığımız zaman düşünürük ki,
O məni dəyərsiz hiss etdirdi. Mən bu münasibəti niyə yaşadım? Amma yaxşı bir tərəfinə baxmırıq ki, o insan sənə o dəyərsizlik duyğusunu yaşatmasaydı, bu gün sən özün olmaqdan çıxaraq heç özünü tapmadan bəlkə də bu dünyadan köçəcəkdin. Sən bu dünyada özünü tapmısan, özünün istədiklərini tapmısan. Mən bunu kitabımda da qeyd etmişəm. Bir insan nəyə layiqdir və uşaqkən nəyi qazanmalı idi? Məktəbə daxil ol, sənə kompüter alacam. Universitetə daxil ol, sənə filan şey edəcəm. Və daima sənə qarşı olan diqqəti, qayğını, sevgini nəyəsə qazandığın zaman, nəyəsə sahib olduğun zaman, çatdığın zaman onlar göstərilməli idi. Və buna görə də biz ətrafımızdakı insanlara da bu cür davranırıq. Əgər ətrafımdakı insanlar mənə yaxşı hiss etdirmirsə və yaxud mənim işimə yarayacaq hər hansısa bir hərəkətləri yoxdursa, onlarla istədiyim kimi zaman keçirə bilmirəmsə, onda onlara sevgini göstərməkdə də biraz qısıtlayacağıq. Onlara da sevgini az göstərəcəyik. Və qayıdaq uşaqlığımıza. Uşaqlığımda bərpa etmək istədiyim hansı duyğular var? Hansı duyğulardan məhrum olmuşam? Hansı duyğuları yaşamalıymışkən yaşamamışam? Və bu duyğular bugün məndə hansı hadisələrlə təzahür edir? Hansı hadisələri yaşayıram? Çünki biz yaşadığımız bütün duyğuları təkrar yaşayırıq. Bugün hansısa bir münasibətimizdə sevgisizlik yaşayırıqsa, bu bizim uşaqlığımızla bağlıdır. Valideyn sevgisizliyi ilə bağlıdır, doğru şəkildə sevgi verməməyi ilə bağlıdır. Bugün mən qısqanc bir həyat yoldaşımdan əziyyət çəkirəmsə, məni qısıtlayırsa, azadlığımı əlimdən alırsa, o zaman mühafizəgər bir ailədə böyüyə bilərəm. Məni hər zaman qısıtlayan, qız uşağı belə oturmaz, qız uşağı belə deməz, gülməz və yaxud elə oğlanlara da aiddir, quruğa düşdü və s. artıq və oğlan uşaqları da çöldə, başqaları bizim dövrümüzdə necə idi? Uşaqlar futbol oynayırdılar, əylənirdilər, müxtəlif oyunlar oynayırdılar. Bugün hansısa bir oğlan uşağını biz öz dostları ilə çöldə oynayarkən görmərik. Bəzən məsələn izləyicilərimiz deyəcək ki, həqiqətən haqlıdırlar, zəmanə məsələləri. Amma bundan əlavə də biz kontrol altında saxlamağı sevirik. Övladımızı kontrol altında saxlamağı sevirik, münasibətimizi kontrol altında saxlamağı sevirik, sevgimizi, güvənimizi, hər bir duyğunu kontrolumuz altında saxlamağı sevirik. Bəs bunu da düşünək ki, niyə kontrol altında saxlamaq istəyirəm? Əgər mən o kontrolu buraxsam, həyatımda nələr baş verəcək? Niyə o baş verəcəklərə biraz da özümüz icazə vermirik? Bəlkə daha yaxşı olacaq. Bu bizim biraz da bir qorxumuzdur əslində. Yaşadığımız həyatda sahib olduğumuz şeyləri itirməkdən qorxuruq əslində. Ona görə də başlayırıq artıq münasibətimizi qısıtlamağa. Hardan gəldin, hardan getdin, niyə belə elədin, niyə belə danışdın, ətrafında niyə qız var, niyə oğlan var? Bu kimi şeylər artıq sahib olduğumuzu itirməyin göstəricisidir biraz da. Zəhra xanım, belə bir sual yaranır. Yəni normal olaraq beynimdə ki, bəs sən özünü dəyişdin deyək. Sən bunları dərk edirsən. İndi tapşırıqlar verirsiniz, suallar deyirsiniz. Bəs bunu qarşı tərəf etmirsə o zaman necə? Sağalmaq mümkündürmü? Qarşı tərəfin etməsinə ehtiyac yoxdur. Sən özün dəyişəndə avtomatik enerjin dəyişir və ətrafındakı insanlar da dəyişir. Yəni əgər sualın budursa ki, mən dəyişirəmsə yoldaşım necə dəyişir, mən dəyişirəmsə valideynim necə dəyişir, biz onlarla işləmədiyimiz üçün sadəcə biz dəyişirik. Bizim şuuraltımız bizə məxsus olan insanları, bizi aynalayan insanları həyatımıza gətirir. Və bu gün bizim ətrafımızda olan valideyn, əgər valideyn sevgisizliyi yaşayırsa, bu da bizim enerjimizdir. Hansısa bir münasibətimizdə problemlər yaşayırıqsa, xəyanətə uğrayırıqsa, başqasına dəyişdiriliriksə, duyğularımız dəyişdirilirsə, hətta xəyanətin içində belə nə var? Dəyişdirilmə duyğusu var. Mən keçən dəfə dedim sizə, xəyanətin kökü nə idi? Əgər sevdiyin bir əşyanı valideynin səndən soruşmadan kiməsə veribsə, bu da bir dəyişdirilməlidir. Sənin hissinin, duyğunun dəyişdirilməsidir və bugün hansısa bir başqa hadisə olaraq göstərir. Yəni yaşadığımız bütün hadisələrin duyğuları eynidir. Keçirdiyimiz duyğular eyni, yaşadığımız hadisələr başqa olduğuna baxmayaraq, biz artıq buradan mesajı götürə bilirik ki, hansı bölməni işləməliyik? Bizdəki hansı bölməni? Və mən əgər sağlam düşüncədə olacamsa, sevgi münasibətindən nəyi gözləyirəm? Valideyn münasibətindən nəyi gözləyirəm? Sağlam bir birey, sağlam bir insan
necə düşünməlidir, necə psixologiyada olmalıdır, bunu bilirəmsə, o zaman ətrafıma da eyni tip insanları çəkəcəm. Artıq ondan sonra görəcəm ki, mən dəyişdikcə ətrafım dəyişdi. Mən dəyişdikcə ətrafım dəyişmir. Mənim enerjim dəyişdikcə mənim ətrafımdakı insanlar ələnir. Mənə yaxşı gəlməyən insanlar yavaş-yavaş hansısa bir hadisə, nüans gəlir, onlar ayrılır, onun yerinə başqaları gəlir və artıq mən indiki psixologiyama aid olan insanları həyatıma çəkirəm. Məsələn, bundan 10 il əvvələ baxın, hansı psixologiyadaydınız, necə insanlar ətrafınızda var idi. İndi üstündən 10 il keçib və necə psixologiyadasınız, ətrafınızda necə insanlar var. Görürsünüz ki, məsələn, çox vaxt düşünürük ki, ayda mən onunla necə danışmışam, necə ünsiyyət qurmuşam, necə mən ona tab gətirə bilmişəm. İndi amma sözünüz üst-üstə düşmür. Çünki frekansınız biri qalxıb, biri enib. Biri qalxıb, biri endiyinə görə artıq bərabər frekanslar bir-birini çəkdiyinə görə avtomatik olaraq siz həmin insanla əvvəl çox gözəl, möhtəşəm söhbət edə bilərdiniz. Çünki frekansınız eyni idi, amma indi yox. İndi çünki frekansınız ayrılıb və o insanlarla artıq danışa bilmirsiniz. İndi isə sizi anlayan, dinləyən və yaxud sizi yaralayan insanlar həyatınıza gəlir. O yaralayan insanlar da niyə gəlir? Sizin o yaranızı bərpa etməyiniz üçün, fərqinə varmağınız üçün. Əgər mən bu gün hər hansısa bir bədənimdə orqanım ağrımayacaqsa, mən check-up-a getməyəcəm. Amma hansısa bir orqan ağrıyanda avtomatik olaraq bütün check-up-dan keçirəm və bir orqana görə digər orqanlarımın da nə vəziyyətdə olduğunu bilirəm. Eyni şəkildə psixologiyamız da belədir. Həyatımıza gələn insanlar bizə acını yaşadır ki, digərlərini də gözdən keçirdək və gözdən keçirdiyimiz an artıq o duyğunu bərpa eləyək. Təşəkkür edirəm Zəhra xanım. Bugün Söz biraz salam yoxdur, ciddi. sualım çox az oldu. Keçən həftə susdura bilmirdim. Bu duyğusal bir andır əslində və uşaqlığımızla bağlı bir məktub yazacaqsınız uşaqlığınıza. Yaşaya bildiyinizə, yaşaya bilmədiyinizə. Əgər öz uşaqlığınız sizin öz uşağınız olsaydı ona necə davranardınız? Bunu çoxdan düşünmüşəm ki, yəqin ki, tamam fərqli. Hər tərəfli. Amma bu gün onu etmək kimi bir şansımız da var. Və bilin ki, bir insan, bir ana xoşbəxt deyilsə, öz uşaqlığını xoşbəxt edə bilmirsə, övladını da xoşbəxt edə bilməyəcək. Onu belə yarımçıq böyüdəcək. Və bəzən, məsələn, hər zaman biz bunu danışırıq ki, mənim yaşaya bilmədiyim duyğunu övladım yaşasın, mənim gedə bilmədiyim peşəyə mənim övladım getsin. Çox yanlış bir qavram olduğuna görə, bir insan əgər o duyğusunu bərpa eləsə, övladına da bunu gözləməyəcək. Çünki hər kəsin öz həyatı var. Hər kəsin öz həyat dəsti xətti var. Övladımızın belə öz həyat dəsti xətti var. Və hər şey enerjidən ibarət olduğuna görə bu həyatda mən buna çox inanıram. Biz hətta valideyn anlayışı belə yoxdur enerjidə. Frekanslarımızda, kainatda ümumiyyətlə valideyn, yoldaş, övlad bunlar belə yoxdur, təkik. Niyə məsələn tək gəlmişik, tək də gedəcəyik ifadəsi var? Sən tək olaraq, birey olaraq xoşbəxt deyilsənsə, o zaman başqa insanları da xoşbəxt edə bilmərsən. Və buna bir ehtiyac da yoxdur zaten. Və yaxud da ki, başqa bir insanın da həyat dəsti xəttini sən çəkə bilmərsən. O qədər kontrolçu, o qədər gələcəklə bağlı qayğısı olan uşaqlar, valideynlər var ki, daha doğrusu. Həmin valideynlər uşaqlarını daima nəzarət eləyir. Oxuyacaqsan, instituta girəcəksən, bacaracaqsan, el aləm nə deyər, nəslimiz nə deyər. Bu şəkildə baskı altında böyüdüyünə görə bir uşaq özü olmaqdan çıxır və daima özünü sübut etmək üçün çaba sərf eləyir, özünü göstərmək üçün, özünü sevdirmək üçün və münasibətlərində də bu belə olur və daima da belə gedir. Elə bilir ki, o çaba sərf etməsə heç kim onu sevməyəcək, ona görə də iş yerində də özündən fədakarlıq edir. Bir istəyirlərsə ondan 5 dənə iş görür, ailə həyatında da bu belədir və bu şəkildə davamlı şəkildə gedir. Toplasaq isə, bunların hamısını, danışdıqlarımızın hamısını toplasaq, birinci növbədə bu texnikanı edəcəksiniz, verilişin əvvəlində olduğu kimi. Daha sonra uşaqlığınıza bir məktub yazacaqsınız. Necə bir məktub olmalıdır bu? Onu yenidən gördüyünüzü ona sübut eləyəcəksiniz. Mən səni yenidən görürəm. Mən həyatımın axışı içərisində səni unutmuşam. Mən səni yenidən yaşatmaq istəyirəm və nələrdən xoşbəxt olar həmin o uşaq? Nə etsə xoşbəxt olar? Rəngli balonlarmı onu xoşbəxt edir? Gündəlik ən az bir dənə
öz uşaqlığınızı öz uşağınız kimi əzizləsəz, böyütsəz, bunu belə bir düşüncədə olsaz, bir dənə xoşbəxt edəcəyiniz bir şey. Məsələn, işdən evə gedəndə övladınıza bir kinder alıb aparanda necə xoşbəxt olur ki, anam işdən gəldi və atam işdən gəldi, mənə nə isə gətirdi. Bir kinder yumurtası belə gətirsə, balaca bir şeydir əslində, onu çox mutlu edir. Və bunu hər gün özünüzə kəşf edəcəksiniz. İnanın ki, bunu siz özünüzə etməsəz, başqası da bunu sizə etməyəcək və heç bir bunun fərqində də varmayacaq. Daha sonra yazacaqsınız gündəlik duyğularınızı. Hansı duyğularınızı keçirirsiniz? Hansı duyğular daha çox sizdə var? Daima depressiv duyğumu var, daima sevinç duyğusu mu var və yaxud bir yüksəliş, bir çöküş mü var? Məsələn, səhər-səhər oyandın, çox enerjilisən, amma sonlara yaxın, günün ortasına yaxın özünü yaxşı hiss etmirsən, depressiv hiss edirsən, düşüncəli hiss edirsən. Bir həftə boyunca hər gün keçirdiyiniz bütün duyğuları yazacaqsınız. Bu gün hansı duyğular keçirmişsiniz və 7 günün sonunda baxacaqsınız ki, neçə dənə, hansı duyğudan neçə dənə yazmısınız və ən çox təşkil edən hansı duyğudur sizdə? Bu duyğu nə ilə əlaqədardır? Mən bu duyğunu yaşayanda, gözümü bağlayanda, yumanda, o duyğu mənə hansı kadrı verir gözümün önünə? Həmin o duyğunu tapdıqdan sonra isə onunla üzləşmə seans edəcəyik növbəti verilişlərimizdə və bu üzləşmə seansından sonra artıq görəcəksiniz ki, duyğunuz bərpa olunmağa başlayır. Daha sonra növbəti tapşırığımız olacaq ki, uşaqlığınızda sizdən nələr alınıb, nələrin alındığını düşünürsünüz. Gəzməyim əlimdən alınıb, sevilməyim əlimdən alınıb və yaxud etdiyim fədakarlığın görülməməsi mənə çox böyük pis təsir eləyib. Bu duyğuların hər birini, sualların hər birini yazandan sonra görəcəksiniz ki, artıq siz öz içinizdəki uşağı necə xoşbəxt edə bilərsiniz. Bu artıq sizə bir ipucu verəcək ki, içinizdəki o uşağı nələr ki sizdən alınıb, onları geri verməyiniz üçün bir fürsətdir əslində. Bunu etdiyiniz zaman içinizdəki uşağın xoşbəxt olduğunu hər gün güzgüyə baxanda özünüzdə görəcəksiniz gözünüzün içində. Gözünüzün içi gülməyə başlayırsa, özünüzü qıpır-qıpır hiss edirsinizsə, ürəyinizdə o yenidən o kəlbəklər uçuşursa, deməli siz o uşağa yaxınsınız deməkdir. Yatdıq. Sağ olun. Bəli. Daha sonra görək kitabımda nələr qeyd etmişəm. O kitab sizə məxsus. Bəli. Sizin öz kitabınızda. Bəli. Adı nə idi? Uşaqların dünyasına səyahət. İçimizdəki Görə bilərik uşağı. biz də. Bəli, növbət dəfə görəcəksiniz amma. Son yeni tiraj çıxacaq ona görə. Köhnə tiraj artıq satışda olmadığı üçün yeni tirajla görəcəksiniz. Tamam. Üz qabığı dəyişərək. Yaxında. Buradan da bir elan vermiş olaq. Daha sonra növbət tapşırığımız və sonuncu tapşırığımız bu olacaq ki, yaşamağa nəyi layiq görürük özümüzü? Necə bir həyat yaşamağa layiqəm? Necə sevilməyə layiqəm? Necə bolluq bərəkətə layiqəm? Necə zəngin olmağa layiqəm? Sevilərəmsə necə hiss etməliyəm özümü? Bunların hər birini maddə-maddə yazın və manifestləyin ki, eyni sevgidə gəlsin sizə tapsın. Necə sevin? Yəni sevilmək duyğusu sizdə necədir? Necə sevməlisiniz və ya necə sevilməlisiniz? Bəziləri deyəcək azadlığım əlimdən alınır. Bəziləri deyəcək ki, bir-birimizə azad bir həyat veririk. Bu tamamilə hər kəsdə fərqli-fərqlidir. Bu mövzu ümumiyyətlə biraz Türkiyədə demişkən tartışmalı mövzudur. Çünki bir insana görə sevgisində qısqanclıq yaşayırsa, bu çox gözəl bir sevgidir və yaxud da bir insan deyir ki, azad bir həyat yaşayıramsa, bu da gözəl bir sevgidir. Və təkcə bu ikili münasibətlərə daxil deyil. Valideyn olaraq, övlad olaraq, xal olaraq, əmi olaraq, bibi olaraq necə sevilməlisiniz? Necə sevgi görməlisiniz? Hansı həyatı yaşamağa layiqsiniz? Bu suallar məncə kifayətdir bugün üçün. Sualların hər birinin cavab tapsaq, bu duyğusallığa biraz son versək, növbəti verilişlərdə daha enerji olacaq. Bəli. Gələcək. Məncə sən bugün danışmayın yaxşısı. İcazə ver özümə sual verim, özümə cavab verim. Mən yaxşı olmağa layiqəm. Afirmasiyalar deyəcəm. Afirmasiyaları yəqin ki görürsünüzsə, gün ərzində mən hər səhər paylaşıram səhifədə.
Buradan səhifəmin reklamını verim. Psixoloq Adnan Xət Zəhra Zahidova mənim səhifəmdir və o səhifədə hər gün biz gündəlik affirmasiyalar edirik. Sırf bu mövzunun affirmasiyasını da deyim sizə. Əlinizi, hər iki əlinizi də bu cinsel orqanımıza, çakramıza qoyuruq, solara çakramıza qoyuruq, gözümüzü yumuruq, dərindən nəfəs alırıq. Mənəm, mən özüm olduğumu qəbul edirəm. Mən gücəm, mən fərqindəliyəm. Zəif tərəflərimlə, müsbət tərəflərimlə mənəm. Mən çox savadlıyam, çox dürüstəm, çox güvənilirəm. Sevgi dolu həyata sahib olmağa layiqəm. Sevgi dolu bir münasibət yaşamağa layiqəm. Ana olaraq çox xoşbəxt ana olmağa layiqəm. Bir şəxs olaraq çox xoşbəxt olmağa layiqəm. Əlimdəki istiliyi hiss edirəm. Bu mənim gücümə güc qatır. Hansı kompleksləriniz varsa onlar deyin. Məsələn, mən bədənimi sevirəm. Tamamilə əksini deyəcəksiniz burada. Bədəninizi sevmirsinizsə, hansı kiloda olmağınızı istəyirsinizsə, məsələn 60 kilosunuzsa, 55 kilo olmaq istəyirsinizsə, bunu deyəcəksiniz. Mən 55 kilodayam. Özümü 55 kilodakı kimi hiss edirəm. Bu mənə rahat, komfortlu hiss etdirir. Asanlıqla, rahatlıqla, sağlam şəkildə, istədiyim an, istədiyim zaman, sağlam bir şəkildə çəki verməyə hazıram. Çəki verirəm. 55 kiloda olmaq məni çox xoşbəxt hiss etdirir. Güzgünün önündə özünüzü təsəvvür edin. Baxın ki, geyimləriniz dəyişib, qarderobunuz dəyişib, o kilodasınız, necə hiss edərsiniz, o duyğuya qapılın. Və yaxud hər hansısa bir ev, maşın istəyirsinizsə, bir sevgi dolu münasibət istəyirsinizsə, bunu deyin. Sevilirəm, sevirəm, güvənirəm, güvənilirəm. Necə bir sevgi yaşamaq istəyirsiniz, o sevgini gözünüzün önündə canlandırın. Çox xoşbəxtsiz, birlikdəsiz, bir-birinizin gözünün içinə baxaraq bir-birinizi anlayırsınız. Asanlıqla, rahatlıqla istədiyiniz ölkəyə gedə bilirsiniz, səyahət edirsiniz, bir-birinizə nələrsə qatırsınız. Bir-birinizə sevgi dolu baxırsınız. Və yaxud bir maşınımı istəyirsiniz, evimi istəyirsiniz, onu təsəvvür edin. Onun içərisində gəzin. Və unutmayın ki, şuuraltı heç bir halda doğrunu, yalanı seçə bilmir. Sizin gözünüzün önünə gətirdiyiniz hər bir şey bir manifestdir. Və bu manifest manifest olaraq da deyil. Siz artıq düşündüyünüz zaman onu bir dəfə yaşamış effekti verirsiniz. Bir dəfə yaşamış effekti verdiyimiz zaman isə bunların hər birini yaşamaqda azadsınız, təsəvvür etməkdə azadsınız. Bunun üçün nə edirik? Evi gözümüzün önündə canlandırırıq, istədiyimiz evi gözümüzün önündə canlandırırıq, istədiyimiz maşını gözümüzün önündə canlandırırıq və hansı duyğunu yaşayırsınız? Ona sahib olsanız necə bir duyğu yaşayarsınız, necə bir sevinci yaşayarsınız, necə bir otaqdır, işıqlı, hündür, ağ rəngdə mebelli, 3 otaq, 5 otaq, nə qədər istəyirsinizsə və yaxud bağ evi də və yaxud maşındırsa nə rəngdədir, hansı modeldir, necə bir maşındır. Bunların hər birinə birinci növbədə layiq bilməlisiniz özünüzü, tapşırıqları edəndən sonra təbii ki. Və daha sonra isə bunu etdiyiniz zaman artıq siz beyninizi bu şəkildə kodlaya biləcəksiniz. Və 21 gün müddətində hər gün yatmamışdan öncə, bilin ki, yatmamışdan öncə nəyi təsəvvür edərək yatırsınızsa, nəyi dilə gətirərək yatırsınızsa, ağzınızdan hansı son cümlə çıxırsa, beyin siz yatdığınız müddətcə ona fokuslanır. Onu kodlayır beyninizdə. Problemi düşünsəz, problemə fokuslanacaq, onu proqramlayacaq və gün ərzində də onu yaşayacaqsınız və böyüdəcəksiniz. Nəyi danışırıqsa onu böyüdürük, bunu unutmayın. Və buna görə də axşam yatmamışdan öncə xəyallarımızı manifestləyirik, xəyallarımızı düşünürük, ona sahib olaraqsa hansı duyğunu yaşayarıq, bunları düşünürük və ondan sonra yatırıq. Ən az gündə hər axşam yatmamışdan öncə 5 dəqiqə bunu etdiyimiz zaman, 21 gün boyunca hər gün etdiyimiz zaman daha doğrusu, beyin artıq buna avtomatik fokuslanacaq və bunu kodlayacaq. Həyatınıza gətirməsi üçün bütün qaynaqlardan istifadə edəcək. Düşünməyin ki, buna mən necə çata bilərəm? O qədər qaynaqlar var ki, o qədər kainatda
sizə onu gətirəcək bir qaynaqlar var ki, buna özünüz belə inanmayasınız. Bunu özünüz özünüzə bir test edin. Bütün qaynaqlara açığam. Bu xəyallarımın, bu istəklərimin mənə gəlməsinə layiqəm. Hər bir qaynaqdan gələn asanlıqla, rahatlıqla bu enerjini hiss edirəm. İstədiklərimin, xəyallarımın mənə gəlməsi üçün hər bir qaynaq işə keçə bilər. Buna icazə verirəm deyirsiniz və sadəcə izləyirsiniz. Bu da sizin olur düşüncə gücünüz. Bəli. Çox gözəl. Belə, bugünlük bu qədər. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Növbəti gündə yenidən görüşərik. Texnikaları etməyi, tapşırıqları etməyi unutmayın. Hələlik.